turşusudur. Bu sualın doğru cavabı A variantıdır. Çünki nitrat turşusu kalsium oksidlə reaksiyaya girəndə kalsium nitratla su verir. Doğru cavab A variantıdır. Əgər B variantında X nitrat turşusu olsaydı, oradan alınardı amonyum nitrat, yəni NH4NO3. Əgər C variantında nitrat alınsaydı, orada kalium nitrat olsaydı, o vardı kalium nitrat plus su. D variantında da nitrat turşusu değil, nitrat turşusu olsaydı alınardı natrium nitrat plus karbon qazı plus su. Y variantında da nitrat turşusu olsaydı o reaksiya ümumiyyətlə getməzdi. Burada reaksiyaları tanıyan şagird artıq bilir ki, Y variantında bu amonyakdır. Amonyak karbon qazı ilə reaksiyaya girəndə bilirik ki, uşaqlar nə verir? Karbamid verir. Ona görə deməli 61 nömrəli sualın cavabı bunu rahatlıqla tapmaq olar ki, nitrat turşusu A variantındadır. Kalsium oksid nitrat turşusu ilə reaksiyaya girir. Əsasi oksiddir. Buradan alınır kalsium nitrat plus su. Gəlirik 62 nömrəli suala. 62 nömrəli sualda deyir, oksigen hansı metallarla qarşılıqlı təsirdə olmur? Bizə deyir, oksigen hansı metallarla qarşılıqlı təsirdə olmur? Uşaqlar, oksigen qızılla və gümüşlə reaksiyaya girmir. Oksigen qızıl və gümüşlə reaksiyaya girmir. Bu sualın cavabı C variantıdır. Bir hansı reaksiyadan mis alınır? 63 nömrəli sual. Bunun da cavabı D variantıdır. Biz bilirik, metal oksidinin üzərinə hidrogenlə təsir edəndə buradan kuprum və su alınır. Hətta demişdik ki, hansı metal oksidlərindən bu üsulla metal almaq olmaz? Aktiv metalların oksidlərindən. Səbəbi nə idi? Onlar yenidən, deməli, alınan metal yenidən su ilə reaksiyaya girirdi ona görə. Deməli, burada A variantından mis alınır. Buradan alınır kuprum SO4. C variantından alınır kuprum O. Y variantından yenə kuprum O alınır. Eyni zamanda B variantından da kuprum O alınır. Burada deməli, mis alınır D variantı. 64 nömrəli sualda bizə deyir ki, hədiyyə sualdır. Deyir, X hansı element ola bilər? Bu aydın məsələdir ki, azotdur. X-in yerinə azot qoysaq nitrat turşusu və NH3 olacaq D variantı. 65 nömrəli sualda uşaqlar bizə azotla hidrogen verib. Deməli, burada bizdən nə istəyir? Bizə deyir ki, maddələrin mol miqdarı verib, bunlar arasında baş verən reaksiyanı birinci yazmalıyıq. Azotla hidrogen arasında öncə baş verən reaksiyanı yazmalıyıq. Biz bilirik ki, azotla hidrogen reaksiyaya girəndə alınır N2, deməli N2 plus 3H2, alınır 2 mol NH3. Burada bizə deyir ki, azotu bizə verib 1 mol, hidrogeni verib 4 mol. Əgər maddələrin molları bu şəkildə verilərsə, biz bilirik ki, birinci bunu öz əmsallarına bölmək lazımdır. Azotun əmsalı 1-dir reaksiyada. 1-i 1-ə böləndə eləyir 1. Hidrogenin əmsalı 3-dür. 4-ü 3-ə böləndə bu da eləyir 4 bölünsün 3. Hələlik belə saxlayaq. 1 tam neçəsə. Və buradan görürük ki, hidrogendən artıq qalır uşaqlar. Çünki 4 bölü 3, 1 tam neçə eləyir? Bu isə 1-dir. Deməli, hidrogendən burada artıq qalır. Bizə deyir ki, neçə qram amonyak alındığını hesablayın. Biz də bilirik ki, alınan maddə reaksiyaya tam girənə görə hesablanır. Buradan hidrogenin artıq qaldığını qeyd edirəm. İndi nə qədər amonyak alınır onu hesablayıram. Amonyakın üzərinə X yazıram. Amonyak özü, o MR-i 17-dir, qarşısında 2 var deyə bura 34 yazıram. Azot özü də 1-dir. Tərəf-tərəfə bölsək, görərik ki, buradan 34 qram deməli amonyak alınır. Bunu qeyd edirik. Deməli, 65 nömrəli sualın cavabı Y variantı. Uşaqlar, 66 nömrəli sual. Bu suala baxırıq. Düzdür, mən şəkilləri biraz çəkəndə pis göründü. Burada kölgəliyi olur. Bilmirəm, görə bilirsiniz yoxsa yox. Uşaqlar, bu sualda bizə, bu da rahat sualdır. İstilik effekti ilə bağlı sualdır. C3H6 bizə verilib, etilen verilib, daha doğrusu propilen verilib. Bunun yanma istiliyini verib. Deyir, bu 0,4 mol C3H6 yansa ayrılan istiliyi hesablayın. Bunu necə hesablayacağım? Deməli, C3H6-nı yandıracağım öncə. Biz bilirik ki, üzvü maddələr yananda nə verir uşaqlar? Karbon qazı ilə su verir. Bunu yandırıram, alınır CO2 plus su. Əmsallaşdırsam, bura 1, 3, bura 1, 3. Oksigenləri saysam 6, bu da 3, 9. Kəsir olmasın deyə, kəsirdən azad olmaq üçün hər tərəfi 2-yə vururam. 2 bura düşür, 6 düşür karbon qazının qarşısına. 2-yə vuranda bura 3 yox, 6 düşür. Oksigenləri saysaq indi, deməli 18 oksigen var sağ tərəfdə, onda mən burada bir 9 yazım. Bizə deyir ki, uşaqlar, yanma istiliyi bu qədərdir. Əslində reaksiyanı yazmadan da tapmaq olardı.
Əgər biz bilirik ki, yanma istiliyi 1 mola görə hesablanırsa, belə bir tənasübdə qura bilərdiniz. 1 mola 1440 kilojoul'dursa, kilojoul bölmə olsa, 0,4 mola X. Sadəcə mən reaksiyanı yazdım ki, daha anlaşılan olsun. Deməli, bizə yanma istiliyi verilir 1440. Deməli, və biz də bilirik, yanma istiliyi 1 mola görə hesablanır. Reaksiyanı yazanda görürük ki, deməli, burada tənlikdə C3H6-nın qarşısında 2-dir. 1 mola görə 1440-dır. Onda 2 varsa, onda reaksiyanın istilik effektidir 2880 olacaq. Və indi tənasübü qursam burada olacaq 2-yə 2880 kilojoul, 0,4 mola X olacaq. Buradan da uşaqlar X-i hesablasaq, bununla bu gedəcək 5 qalacaq buradan. 2880-i 5-ə bölsək, 500 deməli 5 dənə 5, 25, 38-in içində nə qədər eləyəcək? 7 dənə 5 burada qalır. 38-in içində 5, 7 dənə 2880-i bir dənə 5-ə bölək. 5 dənə 5, 25. Burada 3 qalır. 38-in içində 7 dənə 5, 35. Səhv eləmədik. 28-in içində 5 dənə 5, 25. 38-in 7 dənə 5, 35. Burada 3 qalır. 30-un içərisində 5, 6 dənə. 576. Doğru cavab eləyir. Y variantı. Bu sualın doğru cavabı Y variantıdır. Amma yenə deyirəm, bunu rahat da yazmaq olardı, reaksiyasız da yazmaq olardı. Necə? Yanma istiliyi 1 mola görə hesablanır. Yazardınız 1 mola 1440-dırsa, 0,4-ə X. Buradan da hesablasaz, 1440-ı 0,4-ə vursanız 576 alardınız. Növbəti sual, bir etilen və etanı hansı maddənin suda məhlulu ilə fərqləndirmək olar? Biz bilirik ki, uşaqlar, etilen və etan bilirik ki, etilen doymamış karbohidrogendir, alkendir, etan isə alkandır. Doymamışları doymuşdan necə fərqləndirildi uşaqlar? Doymamış karbohidrogenləri doymuşlardan bromlu su ilə və kalium permanganatla fərqləndirildik. Doğru cavab olacaq 67-də D variantı. 68 nömrəli sualda bizə deyir ki, hansı reaksiya qatı sulfat turşusu xassəsini əks etdirmir? Uşaqlar, biz bilirik ki, sulfat turşusu mövzusundan bizə məlumdur ki, əgər hidrogen alınırsa, bu duru sulfatdır. Hidrogen ayrılıbsa, duru sulfatdır. Deməli, B variantı. Amma A, C, D, Y qatı sulfat olduğunu göstərir. Yəni, orada turşu qatı sulfat turşusu. Uşaqlar, 69 nömrəli sualda su verilib, maddə verilib, bizdən kütlə payı istəyir. Kütlə payının düsturunu bilirik ki, omega bərabərdir. Deməli, M maddə bölünsün, M məhlul. M maddə bölünsün, M məhlul vurulsun 100. Bu düsturdan istifadə eləyərik. Və burada da deməli olacaq 40 bölünsün. İkisi bir yerdə 500 eləyir. 500 vurulsun 100. Və buradan da deməli X eləyəcək 8% C variantı. Rahat bir məhlul məsələsidir. Deməli 69 nömrəli sualın cavabı C variantıdır. Uşaqlar gəlir 70 nömrəli suala. Deyir 3 qram alkan yananda bu qədər karbon qazı alınırsa, bu alkanın formulunu müəyyən edin. Deməli, alkanın yanma tənliyini yazsaq bura. Alkan bilirik ki, CnH2n+2 formuluna malikdir. Üzvü maddə yananda bilirik ki, karbon qazı ilə su alınır. Üzvü maddə yanan karbon qazı ilə su alınır. N düşür karbon qazının qarşısına. Hidrogen 2n+2-dirsə, suda 2 hidrogen varsa, bura aşağı var, n+1 düşür. Və bundan sonra oksigeni saysaq sağ tərəfdə 2n burada, n+1 burada eləyir 3n+1 bölünsün 2. Bizə deyir ki, 3 qram alkan yananda, tənasüb qururam, 3 qram alkan yananda 8,8 qram karbon qazıdır. Amma bizdə isə alkanın öz əmri 14n+2-dir. 14n+2 alkan yananda n mol karbon qazı alınır, o da 44n-dir. Bizdən alkanın formulunu istəyir. Uşaqlar, biz buradan hesablamalar aparsaq, burada qalacaq 5. Deməli, 5n-i vururuq 3-ə, eləyir 15n bərabərdir 14n üzərinə gəlir 2. Buradan da n eləyir 2. n 2 eləyirsə, alkal C2H6-dır. Doğru cavab D variantı.
Bundan başqa uşaqlar 71 nömrəli suala baxırıq. 71 nömrəli sual hansı maddənin tərkibində karbon atomu var? Maddələrin formullarını biliriksə, məsələn, kvars qumun tərkibi silisium O2-dir, burada karbon yoxdur. Silanın tərkibi silisium H4-dür, piritin tərkibi ferium S2-dir. Təbii gipsin tərkibi kalsium SO4 vur 2 mol sudur, amma çay sodasının tərkibi natrium hidrokarbonatdır. Deməli, doğru cavab D variantı, burada karbon var. 71 nömrəli sualda D. Uşaqlar, 72 nömrəli sualda bizə deyir ki, CXH6 molekulunda bir ədəd 2 qat rabitə var. Bu birləşmə hansı polimeri əmələ gətirir? CXH6 molekulunda bir ədəd 2 qat rabitə var. 2 qat rabitə varsa, deməli, hansı polimeri əmələ gətirir? Birinci baxıram bunun hidrogeninə. Bu reaksiyaları görürəm ki, polimerləşmə reaksiyalarıdır. Polimerləşmə reaksiyasıdırsa, burada 6 dənə hidrogen varsa, deməli 6 hidrogen olmalıdır cavabda da. Mən A variantında 4 hidrogen görürəm, olmaz. B variantında çox görürəm, 6-dan çoxdur, olmaz. C variantında da olmaz. Deməli, eyni ilə baxsaq, D variantı da olmaz. Amma Y variantı olar. Niyə? Burada görürəm 6 dənə hidrogen var və 6 hidrogen varsa, karbonların sayı 3 dənədirsə, bu C3H6-dır. Mən bunu C3H6 kimi düşünsəm, bu deməli propilendir. Biz də bilirik, propilen polimerləşəndə, yəni sual rahatdır. Şagird dediyim kimi heç reaksiya bilməsə də belə bu şəkildə yaza bilər. Bu propilendir. Propilenin deməli, propileni biz burada polimerləşdirsək, polipropilenə çevirilər və o da bu şəkildə olacaq. Deməli, burada testin doğru cavabı uşaqlar Y variantı olacaq. Burada cavab oldu Y variantı. 72-yə qədər suallara baxmışıq. İndi davam edirik. Mümkündürsə siz fikirlərinizi də söyləyin. Görək necə yazmısınız. Burada mən çox başım çıxmır. Canlı 2 dəfə də açıram. Söhbət yerləri adı bilmirəm. Mümkündürsə fikirlərinizi söyləyin uşaqlar. Necə yazmısınız? Necə idi imtahan? Sizin gözlədiyiniz kimi idimi? Yoxsa daha çətin idimi? Fikirlərinizi söyləyərsiniz mümkündürsə. Mümkündürsə. Uşaqlar, fikirlərinizi söyləyin. İmtahan necə idi? Mən amma oxuya bilmirəm. Bilmirəm, hardan oxumaq lazımdır söhbətləri. Amma oxuya bilmirəm. Yaxşı, biz davam eləyək. Deməli, bura qədər aydındırsa, biz növbəti səhifədən davam eləyək. Deməli, növbəti səhifədən davam eləyək. Deməli, uşaqlar, davam eləyək. Növbəti sualdan davam eləyək. 73 nömrəli tarazlıqla bağlı sualdır. 73 nömrəli sualda bizə deyir ki, 73 nömrəli sualda bizə deyir ki, deməli, bizə deyir burada, bu reaksiyasında tarazlığı HCO, CH3-ün alınması istiqamətindən necə yönəltmək olar? HCO, CH3-ün alınması istiqaməti mürəkkəb efirdir. Bunun istiqaməti, yəni sağ tərəfə necə yönəltmək olar bizə deyir. Tarazlığın sağa getməsi üçün biz burada nə etmək lazımdır bura? Bura metanol əlavə etsək sağa gedər. Metanol çünki tənliyin sol tərəfindədir. Əlavə etsək sağa gedər. Bir də mürəkkəb efiri çıxartsaq sistemdən, HCO, CH3-ü çıxartsaq sağa gedər. 2 və 3 doğru cavabdır. Qarışqa turşusunu çıxartsaq, qarışqa turşusu sol tərəfdədir. Çıxartsaq elə sola gedər, olmaz. Su əlavə etsək, su özü sağdadır, əlavə etsək sola gedər, olmaz. Testin doğru cavabı 2-3 A variantı. Uşaqlar, 75 nömrəli sualda bizə deyir ki,
verilmiş birləşmənin molekulunda neçə ədəd dördlü karbon var? Dördlü karbon o deməkdir ki, karbon atomuna 4 tərəfdən karbon birləşsin və ya karbon-hidrogen radikalı birləşsin. Bu baxın, bir dənə burada dördlü karbon var, bir dənə də burada dördlü karbon var. Deməli, bu birləşmədə 2 dənə dördlü karbon var, D variantı. Növbəti sual deməli bizə deyir, 75 nömrəli sual. Bizə deyir ki, X, Y, Z maddələrin turşularını müəyyən edin. Atomların ümumi sayı X-də deyir ki, 5 dənədir. Biz bu verilən turşuların formullarını yazsaq, burada ortofosfat, pirofosfat, metafosfat verib. Ortofosfat H3PO4-dür. Pirofosfat H4P2O7-dir. Metafosfat HPO3-dür. 5 dənə atom varsa bu HPO3-dür, metafosfatdır. 8-dirsə ortofosfatdır. Metafosfat, ortofosfat, 13-dürsə pirofosfat. 75 nömrəli sual. Doğru cavabı B variantı. 76 nömrəli sualda bizə deyir, tərkibində peptid rabitəsi olan polimeri göstərin. Bu şavar zilaldır. Zilalların tərkibində peptid rabitəsi var. Zilallar alfa-amin turşularından yaranır və onlar bir-biri ilə peptid rabitəsi ilə birləşir. 77 nömrəli sualda bizə deyir ki, hansı maddə molekulunda kimyəvi rabitələrin yaranmasında 6 elektron iştirak edir. Əgər 6 elektron iştirak edirsə, deməli burada 3 rabitə olmalıdır. Çünki bir rabitə 2 elektron hesabına yaranır. Bu da azota aiddir. Çünki azotla azot arasında şagird bilir ki, 3 qat rabitə var və bir rabitə 2 elektron hesabına yarandığına görə 6 elektron varsa, deməli burada 3 rabitə var. Hansı maddə CnH2n-2 formuluna uyğundur? Bu alkadiyen və alkinə aiddir. Ya 2 dənə 2 qat olmalıdır, ya bir dənə də 3 qat olmalıdır. Bu da C variantı. Keçirik növbəti suala. Deməli 79 nömrəli suala keçirik. 79 nömrəli sualda elementlərin kütlə nisbəti doğru göstərilir. Kütlə nisbəti ilə bağlı sualdır. Burada karbon qazı, məsələn, baxsaq karbon qazı üçün, burada elementlərin kütlə nisbətinə baxsaq. Karbon qazında karbon 12-dir, CO2 üçün baxsaq. Karbon 12-dir, oksigen 16-dir, 2-yə vuranda 32. Bunları aparanda, deməli, 4-ə aparanda qalır 3-ün 8-ə. Burada kütlə nisbəti olur 3-ün 8-ə, amma A variantında fərqli cavab verilib, olmaz. Cavab B variantı üçün baxsaq, dəm qazı verib CO. CO-da kütlə nisbətinə baxsaq, karbon 12-dir, oksigen 16-dır. Bunları 4-ə ixtisar aparsaq, 3-ün 4-ə nisbəti qalır. Doğru cavab B variantıdır. 80 nömrəli sualda bizə deyir ki, kalium hansı? Kaliumun su ilə reaksiyasından hansı maddələr alınır? Biz bilirik, kalium aktiv metaldır. Aktiv metallar su ilə adi şəraitdə reaksiyaya girir. Qələvi ilə hidrogen verir. Deməli, doğru cavab olacaq Y variantı. 81 nömrəli sual bizə deyir, natrium hidroksidi suda məhlulun elektrolizi zamanı anodda 50 ml qaz ayrılıb, katodda neçə ml qaz ayrılar?